Yay aylarında makyajınızın həm parlaq, həm də bronz effekti görünməsini istəyirsinizsə, bu highlighterdan istifadə edə bilərsiniz. Tərkibində təbii maddələr olması ilə birgə həm də C vitamini var, hansı ki, insanın cildinə təbii işıltı verir və onun qocalmasının qarşısını alır. Və qətiyyən dəriyə yapışqanlıq, yağlılıq hissi buraxmır. Tərkibində simli işıltılar yoxdur, yəni ki, cildinizdə sim-sim durmayacaq. Dərinizi parlaq edərək ona sağlam görünüş bəxş edəcək. Siz istəsəniz highlighteri makyajdan sonra parlatmaq istədiyiniz bölgələrinizə tətbiq edə bilərsiniz. Amma mən daha çox tonal kremimlə və ya günəş kremimlə qatıb istifadə etməyi sevirəm, çünki beləliklə daha təbii bir görüntü ortaya çıxır. Videoda da gördüyünüz kimi mən öz günəş kremimlə qarışdırdım və yenə də çox təbii və gözəl işıltılar əmələ gəldi. Eyni zamanda yay aylarında, isti havalarda günəş kremində istifadə etməyi unutmayın.